Azərbaycan televiziyasının tarixində ilk dəfə ölkənin ən möhtəşəm layihəsi Böyük Səhnə. Avropanın əsl ulduzu kim olacaq? Tezliklə hamı biləcək. Azərbaycan telemekanında ilk dəfə Böyük Səhnə layihəsi başlayır. Biz Böyük Səhnəyə layiq olan istedadlar axtarırıq. Onlar kim olacaq? Az sonra biləcəksiniz. Ən tanınmış prodüserlər, musiqiçilər və rejissorlardan ibarət mötəbər münsiflər heyəti ən yaxşı vokalistləri seçmək üçün Azərbaycanı başdan başa gəzdi. Seçimlər həm ağır, həm də ciddi keçdi. Heç kəs fürsəti əldən vermək istəmir. Çünki superfinalın 3 iştirakçısı Avropanın ən böyük musiqi prodüserləri ilə əməkdaşlıq etmək şansı qazanacaq. Uzun yol gəldi və Böyük Səhnənin tarixi Lənkərandan başlayır. Hələlik isə, hələlik. Artıq biz Gəncədəyik. Seçim turları davam edir. Ola bilsin ki, Böyük Səhnənin ulduzları Şəkidən də çıxsın. Dekorasiyanı sökürlər və gedirik növbəti şəhərə. Çox çətindir. İnsanlar gördüyünüz kimi həddindən artıq çoxdur. Mənim adım Gülay. Mən Balakəndənəm. Biz Bakıdan, Big Nation. Lənkərandan. Mən Aydan, mən Bakıdan gəlmişəm. Adım Ramindir, Bakı şəhərindənəm. Mingəçevir. Mən Gəncədənəm. Masallıca. Mən Ağstafadanam. Adım Arazlı. Bakıdan salamlar. Düşünürəm ki, böyük səhnələr üçün olmuşam və bu səhnə mənim üçündür. Özümü göstərməm, səsimi göstərməm. Tanınmış olmaq. Avropada məşhur olmaqdır. Məşhur mühənni olacağım. Wow! Çalış ki, yəni indi bu səndə alınsın. Çünki bizə emosiyalar lazım. I stopped using my head, you my body like a tattoo. I don't care what the people say about you. Atıron aeroplanım. Ne bize değiştirdin. Ne böyle de sot. Mən səndə talantı görürəm, səndə talantı var. Incomparable, it don't matter though, 'cause someone's about to hear my cry. Yox. Moses, Moses. Please don't stop the music. Bəli, demək olar ki, seçim turları bitdi. Amma axırıncı qərarı münsiflər heyəti verəcək. Bu 4 gündə çətin keçən seçim turlarında istedadlı gənclər çox idi və münsiflər heyəti üçün çox çətin olacaq dəqiq qərar verməyə. Amma Böyük Səhnənin ulduzları bu günlərdə dəqiq bilinəcək. Siz də onları tanıyacaqsınız. Tezliklə hamımız biləcəyik. Uzun dinləmələrdən və gərgin mübahisələrdən sonra 50 xoşbəxt iştirakçı müəyyən edildi. İndi onlardan bircə şey tələb olunur. Super kastinqə seçilmələrinin təsadüfi olmadığını sübut etmək. Bugün Böyük Səhnə müsabiqəsinin yarım finalına yalnız 12 iştirakçı vəsiq alacaq. Yaxşıların yaxşısını ölkənin peşəkar sənət adamları seçəcək. Gülçöhrə Şəfiyeva, Heydər Əliyev adına sarayın baş rejissoru, Eldar Qasımov, Avrovizyon 2011-in qalibi, müğənni, Sevda Ələkbərzadə, müğənni, əməkdar artist, Emin Kərimi, bəstəkar prodüser, Hüsniyə Məhərrəmova, aparıcı, Ranar Musayev, rejissor, aparıcı, İdris Cəfərov, aparıcı, prodüser. Münsiflər heyətinin hər birinin masasının üstündə 2 düyməciyi var. Hə və yox. Əgər münsiflərdən biri hə düyməciyini basarsa, qarşısında yaşıl işıq yanacaq.
Əgər iştirakçının çıxışı bəyənilməzsə, yox düyməciyinə basılacaq. O zaman qırmızı işıq yanacaq. Yox əgər münsiflərdən biri seçimini müəyyənləşdirə bilmirsə, göy işıq yanacaq. Bu o deməkdir ki, iştirakçıya ikinci şans verilir. İkinci şans almış bütün iştirakçılar akapella ifası ilə münsiflər qarşısında çıxış edəcəklər. Bu onların bizim şovda iştirak etmələrinin son şansı olacaq. Salam. Salam. Bura niyə gəlmisiniz? Bura gəlmişəm ki, professional insanlardan dərs alım da musiqi barəsində və öz xəyallarımı reallaşdırım. Format haqqında məlumatın var, nə qədər böyük bir layihədir bu? Adından da bilinir ki, böyük səhnədir. Zeynəb hələ çox gəncdir. Amma artıq tamaşaçı auditoriya qarşısında çıxış etmək təcrübəsi var. Bu mənim ilk müsabiqəm deyil. Mən çox müsabiqələrdə iştirak etmişəm. Zeynəbin əminliyinə qibtə etmək olar. Amma görəsən münsiflər nə deyəcək? Hazırladığım mahnını oxuyum. Bu mən Zeynəb, mənim səsim yoxdur, amma inan ki bu mahnını çıxıb özüm sənin yerində oxumaq istədim. Bilmirəm, ehtiyac varmı akapellaya? Münsiflərdən soruşaq. Yoxdur. Ehtiyac yoxdur. bir şeydir. Mən aşağıdan oxuya bilmirəm. Ona görə xahiş edirəm, akapella oxuyum qulaq asında. Minus səsimə düşmürdü çünki. Yaxşı. And I will always love you. Qızım, mahnı seçəndə gərək özün biləsən, nəyi oxumaq istəyirsən və ondan necə bacararsan. Çox sağ ol qızım. Gəl bura, gəl. Yox, gəl bura, söhbət edirik səninlə. Danışmaq istəmişəm. Yaxşı, gəl bura. Niyə belə oldu Zeynəb? Özə gəl. Qərar. Musiqini elə adam var ki, sadəcə dinləyir musiqi xatirinə. Amma mən musiqini dinləyəndə musiqinin elə deyərdim ki, molekullarını hiss eləyirəm. Elvin hesab edir ki, musiqi insanı tərbiyə etməlidir. Buna görə də o bir günlük pop mahnıların əleyhinədir. Musiqinin insanın təbiəti olmalıdır ki, həmən musiqini hiss eləsin. Məsəl üçün, lazım gəlsə ağlasın, lazım gəlsə gülsün ki, qulaq asan dinləyən adam onu hiss eləsin. Desin ki, bu o mahnını yaşadı. Elvinin səsi, üslubu və ifa tərzi müasir müğənnilərin çoxundan xeyli fərqlənir. Və buna görə də o əmin deyil ki, münsiflər heyəti onun istedadına lazımınca diqqət yetirəcək. Tell me that you love me. Mənim çox xoşuma gəldi sənin səhnə davranışın. Çox xoşuma gəldi ki, sən səsinlə bacarırsan. Çox təəssüflər olsun ki, bəzi ifaçılar heç tekstə baxmırlar, bilmirlər nəyi oxuyurlar, amma sənin təsəvvürün var nəyi oxuyursan. Mənə isə çox maraqlıdır. Nəhayət burada yaşıl işıq yanacaq, yoxsa yox?
Təbrik edirik səni. Çox super ifa elədin və sözümüzü doğrultdun, münsiflərin heyətinin yerə salmadın sözlərini. Nə fikirləşsən, səndən razı qaldılar? Düşünürəm ki, seçilmişəmsə razı qaldılar. Bura bilirsiniz təsadüfən oldu. Əvvəlcə elə bildim ki, şəhər üzrə bir müsabiqədir. O biçim gəldim, bir də gördüm, uyda, bir dənə böyük bir müsabiqədir. Samir, salam. Salam. Eşitmir bu yaxında əskəridən gəlmişsən. Gəlmişəm, özə borcumu ödəyib gəlmişəm. Ödəyib gəlmişsən. Onda sənə olar ki, mən deyim, Fərəqət Əskər Məmmədov. Bəli. Yəqin bu yaxın il ərzində ən çox eşitdiyin sözü idi. Bəli, bu zabitlərdən. Var, belə bir şey var idi. Ən çox eşitdiyim sözü siz dediniz idi. Dinləmələr zamanı kastinqin iştirakçıları münsiflər heyətini dəfələrlə həm ifaları, həm də xarici görkəmləri ilə heyrətləndirə bildilər. Never, never let you go. She wanna touch me for flesh on my flesh, bone up my bone. Let's go dig in the stone. And like you thinking, beep, 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 beep. I love you like a love song, baby. I love you like a love song, baby. I love you like a love song, baby. And like you thinking, beep, 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 beep. You on a marble earth, life is not an weak too much. It's cold and it's broken. Hallelujah. Hallelujah, hallelujah, Bizim şounun yarım finalçıları Azərbaycanın ən layiqli vokalistləri olacaq. Ona görə də münsiflər heyəti çox ciddi və ədalətli olacaq. I just wanna feel real love, feel the home that I live in. Do you believe in God, love? And my every call. Every night in my dreams I see you, I feel you. That is how I know you. Go on. Come to me tonight. Gotta need you anyway, baby. I just wanna be one another time. Gotta need you. It's too late to apologize. It's too late. I say it's too late to apologize. It's too late. Sən nətər oxudun? Ağlamağım gəlmişdi mən. Əslində belə oxumaq olar. Mən də məsəl üçün belə oxuyuram, amma evdə. Adım Tomrisdir. Çox istərdim adıma layiq böyüyüm və ən böyük məqsədim həyatda budur. Tomris adına tam olaraq layiq böyümək. Tomris müğənnilik karyerasında ilk addımlarını atır. Bununla belə o gücünə inanır və özünə güvənir. Bütün dünyayı təsdiq etmək istəyərdim ki, gənc, daha çılğın ifaçılar çıxa bilər Azərbaycandan. Justin Bieber, One Direction və s. Onlar kimi, yəni bizim onlardan heç nəyimiz əksik deyil. Tomris'in kredosu həyatda təbəssümlə addımlamaqdır və o, münsiflər heyətini öz pozitivliyi ilə məftun etməyə hazırlaşır. I set fire to the rain. Watch it burn as I touch your face.
the last time. Oh, yeah. Çox super. Yəni doğrudan da çox bəyəndim və artıq böyük səhnədəsən, sən bu səhnədə ifaya layiqsən. Dominis, mən tək olsaydım jüridə, mən sənə ikinci şans verərdim. İkinci şans. Gedirəm, gəl bura. Özü necə hiss edirsən? Çox həyəcanlı, dəhşət dərəcədə həyəcanlıyım. Niyə? Əla oxudun, heç həyəcan hiss olunmurdu oxuyan. Ola bilər, çox çalışırdım ki, göstərməyim həyəcan. Hansı təəssüratlar var? Məva səhnədə, böyük səhnədə olmaq, nə təəssüratlar verir? Həyəcanlı sözündən başqa bu dəqiqə ağlıma heç nə gəlir. Yes! Bravo. Almada attım karala. Almada attım karala. Bizim layihəmizdə iştirak Sibel Cəfərovanı dünyada ən xoşbəxt qız edə bilər. 5 yaşından tənha olmuşam. Nə anam var, nə atam, heç kimim yoxdur. Məhz uşaq evi, internat bu yaşıma kimi özümü idarə edib saxlamışam. Təslim olmamaq və ağlamamaq. Həyat uşaq vaxtdan Sibelə bunu öyrədib. Çətinliklər onu müdrikləşdirib. Çox sağ ol. Mən tək olmama baxmayaraq da mübarizəm davam etdi və inanıram ki, Azərbaycanı dünyaya layiqincə təmsil edib, həm də ki, tanıtıra biləcəm. Xəyal da Sibel kimi uşaq evində böyüyüb. İndi çayçı işləyir. Amma bir gün məşhur müğənni olmaq arzusu ilə yaşayır. Bu yarışmada tək adamam ki, yəni musiqi savadım yoxdur. Nə vokal, nə heç bir zaman musiqi savadım olmayıb. Xəyal həyatda bütün qərarlarını özü verib. Elə böyük səhnənin iştirakçısı olmağı da. Mənim arxamda duran insanlar yoxdur, valideynlər ya deyək ki. Amma mənim arxamda böyük bir internat məktəbi dayanır. İnşallah yəqin ki, seçilərəmsə, qalib gələrəmsə, yəqin ki, onlar da mənə dəstək olarlar. You know like you used in my day, yeah. Someone like me, whoa, whoa, someone like me, whoa, whoa, often deny while you live it up, I move to sleep. Watching walls to shake the bone and they beat. Xəyal, çox sağ ol birinci növbədə. Mənim sözüm deməli, sənin səsüvə və ya musiqi doyumuna heç bir sözüm yoxdur. Bir dənə pretenziyam sənin mahnı seçimindir. Mən istərdim ki, çox heyf ki, amma bir mahnı oxumağa lazımdır. Amma mən istərdim ki, səni eşidim ritmik mahnı ilə. Yox, bilirəm var, bir dənə mahnımız oxu. Sən artıq oxudun öz mahnını. Alınmadı. Niyə? Musiqi savadım yoxdur, deyirsiniz, mənə məsləhət görən yoxdur ki, yəni hansı mahnını seçim, nə oxuyum, nə edeyim. Sağ ol. Çox sağ ol. Az sonra proqramda müsabiqəmizin ən gənc üzvünü göz yaşlarına qərq edən nə oldu? Münsiflər kimi ayaqüstə alqışladılar? Daha kimlər böyük səhnənin yarım finalçısı adına layiq görüləcək? Tezliklə hamı biləcək. Günayın qardaşı peşəkar müğənnidir və kiçik bacısının bütün vokal cəhdlərinə həmişə qeyri-ciddi yanaşıb. O, bu müsabiqədə iştirakı ilə sübut etmək istəyir ki, ən azından o qardaşı qədər istedadlıdır. İlk dəfədir ki, müsabiqədə iştirak edirəm. Mənim üçün çox çətin olub. Amma ürəyimdə danıb ki, inşallah finala keçəcəm. 4 o'clock in the morning and we spend time.
years behind. When it's closing time, you hope you're gonna make it. There is one last dance, your final chance to take it. Oh no. When it's closing time, you hope you're gonna make it. There is one last dance, your final chance to take it. Yaxşı, maraqlı. Günah xanım, mən sizin ifa tərziniz, yəni bacarığınızla kifayət qədər tanışam və bugün sizin səhnədəki bu çıxışınızı gördükdə onu deyə bilərəm ki, hardasa tam yəni tam bacardığınızı nümayiş etdirə bilmədiniz. Hardasa 60, maksimum 70%. Mən belə fikirləşirəm ki, müğənnilər cürbəcür olur da. Bir var müğənni çox böyük səs diapazonuna, bir var ki, səs diapazonu böyüdür, amma çox məlahətli və gözəl səsi var, ürəkdən ifa eləyir, gözəl tembr var. Mən bəyəndim və şans vermək istəyirəm. Çox sağ ol. Təbriklər. Özümüzü böyük səhnədə göstərəcəyik. Bəli, göstərəcəyik. Uğurlar. Mənim adım Cəbrayıl Rəsulovdur. Yanımda duran Orxan İsrafilovdur. Orxan İsrafilov. Onlar uzun illər bir qrupda çıxış ediblər. Amma püxtələşdikcə hər kəs özünü ayrılıqda sınamaq istədi. Ambisiyalar dostluqdan üstün oldu. Ayrıldıq, istədik solo ifa eləməyə, o ayrı, mən ayrı, amma yaxşı ayrıldıq. Yəni indiyə kimi dostluq eləyirik, ailəlikcə. Qrupun dağılmasından il yarım sonra uşaqlar bizim şoumuzda görüşdülər. Görən onlardan hansı bu mübarizədə qalib olacaq? Lady, give me tonight, 'cause my feeling is just alright. As in dance by the moonlight, can't you see? You're my delight. You're beautiful. You're beautiful. You're beautiful. It's true. And I saw your face in a smile on face. Gotta shut up my baby view. Time to think that I will never be with you. Bravo. Cəbrayıl Əla, mənim çox xoşuma gəlir. Bugünkü ifalardan, yəni ikincisidir yəqin ki, mənim belə xoşuma gəlir. Çox sağ ol, minnətdaram. Orxan. Ay canım. Çox sağ ol. Leyla, Bəli? mən bilirəm ki, bu müsabiqə sənin həyatında ilk müsabiqə deyil, eləmi? Təbii ki. İlk dəfə mikrofonu 3 yaşımda tutmuşam, o yadımdadır. Uşaqlıqdan bu sənətlə məşğulam, yəni çox sevirəm musiqini. Mən demək olar ki, musiqi ilə yaşayıram. Leylanın anası vaxtilə böyük səhnə arzusunda olub. Amma istəyinə qovuşmayıb. İndi ən böyük istəyi qızının arzuları ilə onun da keçmiş xəyallarının həyata keçməsidir. Məhz anası Leylanın musiqi zövqünü formalaşdırmışdır. Elə Whitney Houston'un yaradıcılığına sevgi də Leylaya anasından keçir. Uşaqlıqdan bəri ən sevdiyim və mənim idealım olaraq həmişə qalacaq və həmişə də onu sevəcəm. Baxmayaraq ki, o bu dünyadan köçüb, Whitney Houston təbii ki, mən onunla demək olar ki, yaşayırdım. O rəhmətə gedəndə mənim düz ad günümdə yəni, həyatı dəyişdi və mən demək olar ki, çox böyük bir depressiya düşdüm. Özümə gələ bilmirdim. Çünki mənə elə gəldi ki, mən kimsə belə yaxın insan itirdim. Should stay, I would on and leave again.
vaxtlarda qeyd elədim ki, Whitney Houston mahnılarını oxumaq doğrudan da çox çətindir və cəsarət də olmaq lazımdır o mahnılarını ifa etmək üçün. Ən azından mən eşitdim ki, sən hazırlaşmısan, sən ciddi yanaşmısan. Və mən deyə bilmərəm ki, pisdir, mən deyə bilmərəm ki, superdir, amma normalıdır, pis deyildir. Yəni, mən sənin potensialını və sənin səsini duydum. Şəxsən mən sənə şans vermək istəyirəm, Leyla. Müsrəyətə fikrin bəs? Yaxşı yanaşıram, hörmətlə yanaşıram, şans verildi. Seymur Kazımzadə Şəkidə hər kəsin tanıdığı insandır. Seymur xoşbəxt insandır, çünki onun hobbisi, onun peşəsidir. Mən foto ilə, ümumiyyətlə professional foto ilə 92-ci ildə məşğulam. 92-ci ildən artıq professional foto ilə məşğulsunuz. Yəni özümün laboratoriyası var, özüm çıxardıram, hər şeyi özüm eləyirəm. Seymurun həyatı çox rəngarəng və maraqlıdır. Cavanlıqda o bodybuildinglə məşğul olub. Elə indi də özünü formada hiss edir. Ailəsi ən böyük güvən yeridir. Əgər Seymurun həyatında əksik olan bir şey varsa, o da musiqidir. Mən ümumiyyətlə uşaqlıqdan oxumağı xoşlamışam, istəmişəm ki, oxuyayım səhnələrdə, çıxış eləyim, kimsə baxsın. Yəqin ki, ondan irəli gəlir ki, mən gəldim burada, sizin yarışmaya qatıldım. Niyə görə bax, bu vaxta qədər uzatmısınız? Yox, mən Nə qədər layihələr olub? Düzdür, bu ən böyük layihədir, dünyaya tanıdacaq sizi, əgər qismət olsa, amma... İnşallah. Bu layihələrdə Sovet dövrü çıxış eləmişəm, yəni yer tutmuşam, elə də qalır. Mən deyim ki, sizin şansınız ola bilsin ki, bu günlər olsun, bax, bu böyük səhnədə özünüzü göstərəsiniz. Şəkidən elə siz də çəkilə bilərsiniz. İnşallah. When I first saw you, with your smile so tender, my heart was captured, my soul surrendered. I'd spend a lifetime waiting for the right time. Now that you're near, the time is here at last. It's now or never, can hold me tight. Kiss me, my darling, be mine tonight. Tomorrow will be too late. It's now or never. My love won't wait. Yenə də subyektiv fikrimi deyəcəm, amma təəccüblənmədim. Yəni, mənim üçün wow deyil idi. Siz öz şəhərinizdə keçirilən kastingdə bizə çox gözəl mahnılar bəxş elədiniz. Biz çox böyük məmnuniyyətlə sizi dinlədik. Amma bugün nəsə başqa cür görsəndiniz. Nə çatmadı? Bax, super oxudunuz. Niyə görə bax, müsrəyətə belə qərara gəldilər? O müsiblər evətənə soruşmaq lazımdır. Razısınız olan fikri ilə? İmvidniyey. This was a goodbye, and when they're rolling in the room, we saw you feeling good. Hallelujah. My love has come along. I said it's too late, apologize. Yeah. I said it's too late, apologize. Yeah. Mən inanmıram ki, sənin qarşında böyük bir yəni kütlə olsa, sən onları tək öz səsi ilə əhatə edə bilərsən.
Nərimanova bir müddətdir ki, kiçik oğlunu görmür. Amma əmindir ki, oğul onu televizorda görəndə sevinəcək və onunla fəxr edəcək. Mən özümü çox güclü hiss eləyirəm, çünki arxamda yoldaşım, onun ailəsi, mənim ailəm və balaca oğlum durub. Aysel uşaqlıqdan mahnılar yazır və onun şouya gəlişinin əsas məqsədi insanlara öz istedadını göstərməkdir. Yoldaşımı gətirmişəm iştirak etməyə Böyük Səhnə layihəsində, onu dəstəkləyirəm. Ona görə ki, bəlkə də bunu Azərbaycan arasında heç bunu eləməzdi. Mən bunu eləyirəm, təkcə səbəb var ki, yəni mən yoldaşımın musiqi ilə yaşadığını, musiqi ilə nəfəs aldığını hiss eləyə biləndən sonra bu addım atmışam. Don't cry to me if you loved me, you would be here with me. You want me, come find me, may I be your mind. Don't cry to me if you love me, you would be here with me. You want me, come find me, may I be your mind. See, don't cry to me if you love me, you would be here with me. Don't lie to me, see, get your face and may I be your mind. Rock musiqisinə sıra çatanda yenə də Hüsniyyəyə sıra çatır. Mən sözün açığı bilmirdim ki, Lənkəranda belə Evanescence-ı belə oxuyan bir xanım tapılar. Aysel, təbrik edirik. Wow, super, çox gözəl ifa elədin. Doğrudan mən də inanmazdım ki, bax, Lənkərandan bu cür nə qız çıxa bilər. Münsiflərin qarşısına çıxmaq həyəcanlı idi mi, qorxu var idi, yoxsa? Həyəcan var həmişə, amma musiqi olandan sonra həyəcan keçir. Konservatoriyada oxuyuram, vokal fakültəsində Xuraman Qasımovun tələbəsiyəm. Nigar heç vaxt estrada mahnıları ilə səhnədə çıxış etməmişdi. Çünki akademik vokalla məşğul olur. Amma o, yenə də öz istedadını daha geniş tamaşaçı kütləsinə çatdırmaq üçün bizim layihəmizə gəlməyə qərar vermişdi. İndi imtahandan gəlirəm, dövlət imtahanım idi, operni klassdan, kстати, 5 aldım. Burada da inşallah 5 alırım. I just can't believe you're gone. Now that I slip away, I can't believe there was the one who caused you walk a pain. I said you should know the dark side. She did nothing to me, yeah. I remember the back your heart. I give it all I can to have you back again. Love is blind. Love is blind. Nigar, səsin var, musiqi duyumun var, aksentsiz oxudun, artistizmin. Ben bir dənə istəyərdim bir balaca rəqs eləyəsən.
Çünki hiss olunur ki, yaxşı belə səhnədə yaxşı qabiliyyət göstərə bilərsən, hiss olunur. Amma bir balaca, bir parça rəqs eləsəydin, bizə daha aydın olardı. Ritmik bir şey. Nigar, demək olar ki, şəxsən mən səni bəyəndim, amma biraz şübhə içində qaldım. Amma nəticəni indi hamı biləcək. Спасибо. Necə oldu? Yaxşı idi. Münsiflərin qərarından razısan? Yox, niyə? Yəni düzgün fikirlərini çatdırdılar. Doğrudan da səhnə üçün biraz Biraz həyəcanlı idin. daha heyecanlıydım. İndi ikinci şansda nə edəcəksən? İndi fikirləşirəm nə edəcəm. Get fikirləş. Çox sağ ol. Timur Qafarov gənc iqtisadçıdır. Yaradıcılığa marağı böyükdür. Amma hələ də axtarışdadır. Həyatda yerini tapmağa çalışır. Hazırda işsiz olsa da böyük sənət arzusundadır. Seçim turunun birinci mərhələsində o münsiflər heyətinin xüsusi tapşırıqlarını yerinə yetirəcəyi şərti ilə super kastinqə vəsiqə aldı. Gəl bura. Teymur nuş olsun. Sağ olun. Teymur, içəridə biraz həyəcanlıydın. Ne üçünsə bu cürlə kastinqə sən kağızla oxudun və həyəcanlandın. Niyə? Mən birinci dəfədir belə müsabiqədə iştirak edirəm. Ona görə biraz həyəcanladım. Sən çıxdın, təzdən səni qaytardılar. Nə dedilər sənə? Dedilər ki, bu super castingdə özümü yaxşı göstərəcəmsə, yəni söz versəm ki, yaxşı göstərəcəm özümü, onlar məni seçəcəklər, yəni buraxacaqlar castingə, mən də iştirak edəcəm, mən də söz verdim. Timur yarımfinalın iştirakçılarından biri olacağına ümid edir. Çünki əmindir ki, tapşırığın öhdəsindən gəlir. Salam Timur. Salam. Timur, mən sənə keçən dəfə tapşırıq vermişdim. Bəli. Hazırladın? Yaxşı hazırlaşmışam. İnanırım ki, xoşunuza gələcək. Nu davay baxarıq, indi baxarıq. Turn up some music. Turn up some music. Got the sunlight in night. Don't like it. Turn it down. Don't like the music. Don't like the music. You can pop and break it down. Put your hands up in the air. Put your hands up in the air. Girl, put your hands up. If you're sexy and you know it, put your hands up in the air. Put your hands up in the air, girl, put your hands up. Turn up the music, start it up loud. Turn up the music, it's later in my life, yeah. Start it up loud. Turn up the music, I need it in my life, yeah. Sən keçən dəfə castinga gələndə mən sənə çox inandım və çox istəyirdim ki, sən 12-liyə düşəsən. Amma bugün sənin şansın idi və sən mənim ehtimalımı doğrultmadın, heyf. Timur, mən sənə tapşırıq vermişdim. Sən o tapşırığı yerinə yetirə bilmədin. Amma burada hər şey məndən asılı deyil. Ona görə indi hamı biləcək. Спасибо. Sənə çox sağ ol. Niyə belə oldu? Çox həyəcanlı idim ona görə. Üçüncü şans idi bu. Amma ifa ilə neynədin? Çox pis oxudum. İfa ilə... Yaxşı, uğurlar sənə arzulayırıq. Həb yox, bu birinci və axırıncı olmasın. Əsas odur ki, gələcəkdə qalib gələsin. Valeriya gənc hüquqşünasdır. Daim diqqət mərkəzində olmağa alışıb.
Uşaqkən elə bir məktəb konserti olmazdı ki, o iştirak etməsin. Uşaqlıqdan həmişə deyirdilər ki, mən məşhur mühənni olacağam. Məncə bəlkə də o qismətdir. Ona görə bura gəldim. İnşallah hər şey yaxşı olacaq. Bax belə. Valeriya öz gücünə çox əmindir. O həmişə qalib gəlir. Ətrafdakıların diqqətini həmişə özünə cəlb etməyi bacarır. Şübhə etmir ki, münsiflər heyətinin də diqqətini cəlb edəcək. You be my superstar, but it's still what you are. You be my superhero. Since I lived in your shade, every stand that I made brought me nothing but zero. But I'm staying alive, now it's changing my life with a burning desire. No one knows who I am, but I don't give a damn. Gonna sit your fire. Shady lady, I'm gonna strike the thunder. Are you ready? I'm gonna make you wanna roll in steady. I'm gonna make you shiver. My heart is burning. Shady lady, I'm gonna strike the thunder. Are you ready? Wanna make you wonder. Rolling steady. I'm gonna make you shiver. My heart is burning now. Nəhayət ki 3 nöqtə özünüz hər kəs başa düşəcəksiniz. Yaşıl. Mən çox bəyəndim. Uğurlar sənə. Çok sağ ol. Большое спасибо вам. Спасибо. Вау, что это было? Эмоция göster, neydi bu? Это супер. Qışqır heç olmasa, bir dənə bəkdən qışqır heç olmasa. Спасибо вам всем. Еще раз aplodismenты. Alqışlar sonra gəlsin. Bax, gözəl yaraşıqlı xanımdır, super ifa elədi. Səhnəyə, böyük səhnəyə başqa nə lazımdır? Akıllı lazımdı. Münsiflər heyəti nə dedi və hansı rəng gəldi qarşıda? Mən sadəcə Eldara baxırdım və... Xoşun gəlir? Bəli, düzünədirsə bəli. Eldar, səndən xoşu gəlir. Dəyərli tamaşaçılar, əfsuslar olsun ki, vaxtımız sona çatır. Böyük səhnənin yarım finalçılarının bir hissəsi məlum oldu. Sabah isə artıq düz 12 nəfər yarım finalçı bəlli olacaq. Sabaha qədər. Bugün 5 yarım finalçının adı məlum oldu. 7 nəfər isə ikinci şansda öz bəxtini sınamaq imkanını qazandı. Amma yarım finalda cəmi 12 yer var. Münsiflər bu yerlərə kimləri layiq görəcəklər? Və böyük səhnənin kralı adına kim layiq görüləcək? Artıq sabah hamı biləcək.